Biz yine Codera 41. yazı işlərinin 41. yazı işlərinin sualına izahını verəcəyəm. Və sualda bizə deyir ki, klaviaturadan daxil edilən sətirdə yalnız kiçik hərf simvollarını yan-yana yazaraq çap edən proqramı Python dilində yazın. Biz klaviaturadan bir sətir daxil edək. Daxil edək bir sətir. N bərabərdir input sətri daxil et. Daxil elədik. Daxil elədiyimiz sətrin hər birinə birbaşa müraciət eləyək, dövrdən istifadə eləyək. For i, in, n və şərt verək. Əgər i, yəni siyahının hər bir daxil edilmiş sətrin hər bir simvolu i bərabərdirsə, love metodundan istifadə eləyəcəyim, yəni çildilmişinə bərabərdirsə, i nöqtə love, yəqin ki, bu love metodunu hamı bilir. Love, yəni i bərabərdirsə, yəni məsələn deyəcəm nə demək istəyirəm. Bir dəqiqə buraya yazaq, məsələn bir söz yazaq. Nə yazaq? Python yazdım. Bax, P böyük hərfdir. Məsələn, P-ni götürdü birinci. Bir müraciət edirik. P-ni götürdü. Deyir ki, əgər P bərabərdirmi kiçik P-ya, onda düş gövdədə icra elə. Məsələn, buradan da mən bir S sətri götürüm. Mən S-də saxlamalıyam axı. S sətri götürüm. İcra elənə. S-in üstünə gəl nəyi? I-ni. Mən böyükləri yox, kiçikləri götürməliyəm. Böyükləri götürməliyəm. Deməli, bu şərt ödədirsə, buradakı icra olunsun. Və sonda çapa nə geçsin? Print S geçsin çapa. Gəlin yoxlayaq. Yoxlayaq. Gəlin yoxlayaq. Bax, P hərfi böyükdür deyə getmədi. Gəlin başqa bir şey də yazaq, yoxlayaq. Məsələn, nə yazıram mən? Anar. Məsələn, böyük hərflə nə qədər bir şey yazım. Yoxlayaq. Bir də proqramımız düz işləyirmi? Bəli, proqramımız doğru işləyir.